Bir saatın içində elədilər mənim balamı, öldürdülər, verdilər əlimə. Adamın adını çəkərlər də, adını çəkəndə el olur. Mingəçevirdə 35 yaşlı şəxs döyülərək qətlə yetirilib. Dəhşətli hadisə şəhər ərazisində yerləşən kafelərin birinin qarşısında baş verib. 35 yaşlı şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İşləyirdi 20 nömrəli məktəbdə, səhər gedib kasıbkarlıq eləyirdi. İndi oturublar orada çayxanada. Nə qarıblar, nə iniblər, evlə danışıb. Ondan sonra produktımız yox idi, produkt alıb göndərib. Bir saatın içində elədilər mənim balamı, öldürdülər, verdilər əlimə. İstəyib elçi getməmişəm, bir şey eləməmişəm sənin ağrını alım. İstəyib vaxtında bir kəlmə sözü öydə danışıb, özlərində deməmişik biz. Öydə danışıb ki, hə, bu da qız məsələsi, amma xoşum gəldi onunla, mən də demişəm, bala lazımdır ölüb. Bax, bu kəlmə olub. Daha indi çöldə kişi xeylaqda nə söhbət olub, bilmirəm mən. Yəni, o da indi olmayıb, keçən illəri olub. Qohum döyürük, ancaq elə belə tanışdı da. Sala belə üçün var idi. Biz orada yataqxanada qalmışıq neçə illər. Onlar da yataqxananın yanında qalıblar. Məlumata görə Tural bir müddət əvvəl Rafiq Məmmədovun qızını sevib. Tərəflər arasında mübahisə də buna görə düşüb. Nəticədə Rafiq Turalı ölümcül dərəcədə döyüb. Hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.